Əziz abituriyentlər, ümumi sınaqların izahı ilə yenidən davam edəcəm. Bugün yenə də imtahana düşə biləcək tipli sualların izahını verəcəm. Birinci 21 nömrəli testə diqqət edin. 21 nömrəli testdə they met their friends while they were holiday Greece. Yəni onlar dostları ilə tətildə, Yunanistanda tətildə olanda görüşdülər. O zaman biz bilirik ki, tətil ümumiyyətlə hər zaman to be on a holiday olur. To be on holiday, yəni tətili ondan veririk. O zaman on olan variantlar ikinci nöqtədə D və I variantıdır. Və hər hansı bir ölkədə görüş olanda ölkənin daxili nəzərdə tutulur, in-lə verilir. O zaman on, in olan variantlara baxırıq. O da yalnız C variantındadır. They met their friends while they were on holiday in Greece. Yəni onlar Yunanistanda olanda dostları ilə görüşdülər. 22 nömrəli testi yazarkən nəyə diqqət edirik? İlk öncə bizim nöqtədən sonra verilən mübtədamız təbii ki, işarə vəzi ilə birlikdə olacaq. S-dən sonra apostrof qoyulub, yəni cəm işarə bizə verir. O zaman cəmdə olan işarə vəzliyimiz zətlər atılır, təkdir. Və cümlənin tərcüməsinə də diqqət edirik. Scientist's success made the boy feel great and was happy. Yəni, alimlərin uğuru, elm adamlarının uğuru oğlanı yəni daha gözəl, belə deyək, xoşbəxt hiss etdirdi. Kimi onu. Və o zaman nəyə diqqət edirik? Apostrof bizə cəm isimdən xəbər verirsə, ilk öncə nəyə də diqqət edin? Sonuncu variantda Z var. Z-dən sonra şəxs əvəzindən sonra heç bir halda isim olmaz. Ona görə təklər və şəxs əvəzliyi sıradan çıxır. Qalır A və C variantı. Və diqqət edirik. Əgər oğlan bu nailiyyətə sevinib, xoşbəxt hiss eləyirsə, deməli ondan söhbət gedir. Biz onu cansız it ilə verə bilmərik. Ona görə yanlışdır. Doğrumuz A variantıdır. This scientist success made the boy feel great and he was happy. 23 nömrəli testdə isə it is cottage, bu cottage, yəni evdən söhbət gedir, kimin olduğu soruşulur və cottage isimdir, amma nöqtə isə boşluqdur. Boşluq olduqda gizlədilmiş forma istifadə edirik, yəni yəli əvəzinin ikinci forması olan absolut forma. O da yalnız 2 və 3-də var, 4-də var. Ona görə doğru variantımız elə 2-4-dür. 24 nömrəli testə diqqət edirik. Bizdən doğru variant seçimi tələb olunur. O halda nə edirik? Yəli əvəz halının işlənməsinə diqqət edirik. Birinci nöqtədə 6 görürük. 6 və 6 bizə cəm kəmiyyətindən xəbər verir. Biz də bilirik apostrof cəm olanda S-dən sonra olur, tək olanda isə S-dən əvvəl. Ona görə bir yanlışdır, birləri atırıq. 2, 8, 11'lik olan, kökdən dəyişən olan isimlər bölümüdür. Onlarda yalnız təkdə də, cəmdə də apostrof S olur, 2 doğrudur. Amma 3-də 3 yenə də 3-dür. Cəmliyi bildirir cəm kəmiyyət, apostrof S-dən sonra olmalıydı bu şəkildə. Yanlışdır, elə doğrumuz qalacaq. 2, 4, yəni D variantı. 25-ci testdə bizdən yenə doğru variant tələb olunur və avtomatik cümlədə zən bağlayıcısı görürük. Sifətin müqayisə dərəcəsidir. Zən olanda er mordan istifadə edirik. O zaman bir sözdə ermor ola bilməz. Yanlışdır sonuncu. Doğrumuz elə B variantıdır. The room is longer than another one. Yəni otaq, bu otaq digərindən daha uzundur. 26-cı testə baxırıq. Yenə bizdən doğru variant seçimi tələb olunur. Yenə də yəlik halının doğru seçimidir. O halda nə edirik? Kəmiyyətlərin tək olanda apostrof S, cəm olanda S apostrof və bəzi istisna qaydaları yadımıza salırıq. Məsələn, bir doğrudur. The earth's face, yer səthindən söhbət gedir. Yer kürəsi təkdədir. Apostrof təkdir. Bir doğrudur. Ona görə C və D variantı avtomatik yanlışdır. 2-də the Smith's car. Smith əgər ümumiyyətlə hər hansı bir Brown, Smith, Blacks bu şəkildə isimlər varsa, önündə Z varsa, bütöv ailədən xəbər verilir. Yəni qayda göstərir ki, bütöv ailədir. Bütöv ailə cəm kəmiyyətlə ifadə olunar, apostrof S-lə. Çünki o tək deyil. Ailə dedikdə bir neçə şəxslər nəzərdə tutulur. Yəni toplum. Ona görə də cəm olmalıdır. 2-nin də apostrofu yanlışdır. S-dən sonra olmalıdır. Deməli, ikiləri də variantlardan atdıq. 3-cüyə baxırıq. The Rivers Bank, çayın sahili doğrudur. Deməli, 1, 3 doğrudur. Və 4-ə baxırıq. Each woman's hat, hər bir qadın. Amma burada each bizə təkli bildirir. Each-dən sonra tək isim olmalıdır. Amma woman cəmdədir. 4-lər də yanlışdır. Elə bizim 5-də də diqqət edirik. 5 kəmiyyətimiz cəmdir. 5. Always da S-dən sonra cəm kəmiyyət alıb. Deməli, doğru variantımız 1, 3, 5 elə B variantıdır. Keçirik 27-ci testdə yəlik halda olan cümlələri seçin. O halda biz bilirik ki,
Hallama yalnız isimdə baş verir, digər nitqsələrdə hallanma yoxdur. O halda elə apostrofdan sonraya diqqət edirik. Apostrof S-dən sonra ing varsa, feilin zamanını göstərir. Dördlər yanlışdır, indiki daimiyyəcə zamandır. Apostrof S-dən sonra lost feil varsa, feildə hallama baş vermir. İkilər yanlışdır. Elə doğrumuz 1-3-dür. Robert's passport was on the table. Robert'in pasportu masanın üzərində idi. İkinci isə Robert's voice didn't disturb me. Robert'in səsi məni narahat etmədi. Ona görə doğrumuz elə 1 və 3 olacaq. 28 nömrəli testə diqqət edirik. Have you parked your car here? Və maşınını burada park etmisən və diqqət edirik. What'dan sonra bilirik have olmur. Who-nan have yox, has olardı. Çünki şəxsin təki. When-dən sonra have istifadə edə bilmirik. Və where have you parked your car here? Cümlə sonunda yer zərfimiz var. Burada sözü. Əgər yer zərfi varsa, yer bildirən sual heç bir halda verə bilmirik. Doğrumuz elə B-dir. Why have you parked your car here? Yəni, nə üçün maşınını burada park etmisən? 29 nömrəli testdə isə bizdən düzəltmə isimlər tələb olunur. O halda bilirik ki, düzəltmə isimlər sırf şəkilçilər vasitəsilə bizə işarə verəcək testdə. Sadə və mürəkkəblər şəkilçi olmadığından atılır. Yəni, sırf düzəltmələr. Dress sadədir. O zaman yanlışdır. Rainbow mürəkkəbdir, 2 sözdən ibarətdir. Amma düzəltmədə mütləq nə olmalıdır? Şəkilçi. A variantında spaceship, shiplə bağlı bir məqama diqqət edin. Shipdən əvvəl əgər canlı isim gələrsə düzəltmədir. Shipdən əvvəl cansız, məsələn space, fəza gələrsə mürəkkəbdir. Ona görə A da yanlışdır. Policeman 2 sözdən ibarətdir, yanlışdır. Doğrumuz C variantıdır. King sözündən kingdom, kral, krallıq. Real həqiqi sözündən realism. Reallıq, həqiqət yaranıb. Hero, qəhrəman sözündən heroism, qəhrəmanlıq. Foreign, əcnəbi sözündən, yad sözündən foreigner, əcnəbi insan, yəni səyahətçi nəzərdə tutulur. 30 nömrəli testdə isə he made much progress in English. O, ingilis dilini öyrənməkdə uğur qazanıb və biz bilirik burada söz önü varsa, söz önüdən sonra mütləq ing-li feil olmalıdır avtomatik. Ona görə də B variantı doğrudur.